Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən İmaşın Tədris Mərkəzinin abituriyent şöbəsinin rus bölməsi üzrə Azərbaycan dili müəllimi Aybəniz İmanzadə. Bu günlərim Dövlət İmtahan Mərkəzi 9-cu və 11-ci siniflər üçün demək Dövlət dili Azərbaycan dili fənnindən ayrıca imtahan keçiribdir və mən indi hal-hazırda sizə 11-ci siniflərin test tapşırıqlarının düzgün izahlarını təqdim edəcəm. Demək, əziz abituriyentlər, ilk 4 sual dinləmə ilə bağlıdır. Dinləmə əlimizdə olmadığına görə bu suallara keçirəm və 5-ci sualdan başlayaq izahımıza. Qoy sözü hansı cümlədə ədat kimi işlənməmişdir? Kitabları yerinə qoy qızım, sonra bura gəl. Burada bəli, ədat kimi deyil. Çünki biz burada buna sual verə bilirik. Cavab olacaq A variantı. Qoy ay ana, hər şey istədiyin kimi olsun. Burada qoya sual vermək mümkün deyil, çünki ədatdır. Mane olma, qoy dərslərini oxusun. Burada qoy yenə ədat kimidir. Keçmə namərd körpüsündən, qoy aparsın səni, yenə ədatdır. Qoy mən yenə söhbət açım ilk baharımdan, yenə burada ədat kimidir. İşlənməmişdirdir, cavab A-nı götürəcək. Hansı birləşmədəki sözlərin arasına parlaq sözünü əlavə etmək olmaz? Təbii ki, burada düzgün cavabımız A variantı olacaq. Çünki digər variantlarda yiyəlik üstəgəl mənsubiyyət var. Və onların arasına biz rahatlıqla parlaq sözünü əlavə edə bilərik. Amma günəş şüalarında, günəş sözündə burada müəyyən yiyəlik halda deyil. Müəyyən yiyəlik halda deyilsə, təbii ki, onu artıra bilmərik. Günəş parlaq şüaları demək mümkün deyil. Cavab olar A variantı. Yalnız isimlərdən ibarət olan cümləni müəyyən edin. Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Bakı hara, şəhər nə, Azərbaycan hara, paytaxt nə? Cavab olar A variantı. B variantında mənim sözü əvəzlikdir, getdi. C variantında müdrik necə? Müdrik sifətdə var burada, getdi. Sonra D variantında yayılmışdı feildir, bu getdi. E variantında isə suladılar, yenə feil var, getdi. Cavab olar A variantı. 8. Hansı cümlə frazoloji birləşməklə başlayır? Yola düşən daş gediş-gəlişi çətinləşdirdi. Burada bu həqiqi mənadadır. Uşaq ağzını açanda, burada uşaq sözü frazoloji birləşmə deyil. Ağzını açandadır. O da ağzını açanda ilə başlamayıb cümlə, ona görə getdi. Şirin sözlərlə uşağın könlünü aldı. Frazoloji birləşmə könlünü almaqda axırda işlənibdir. Şirin sözü isə məcazi mənadadır, amma frazoloji birləşmə deyil. Burnunun ucu soyuqdan göynüyürdü. Bu isə həqiqi mənadadır, getdi. Hirsi başına vurduğundan heç kimi eşitmirdi. Hirsi başına vurmaq, bu isə məcazi mənada frazoloji birləşmədir. Deməli, cavab olar Y variantı. Baxaq digərinə. Demək, o əvəzliyindən sonra vergül işarəsi qoyulmalıdır. Pəncərədən gördüm ki, o gəlir, odan sonra feil gəlib, vergül olmayacaq. B variantında odan sonra köməkçi nitq hissəsi gəlib, vergül olmayacaq. C variantında da odan sonra köməkçi nitq hissəsi gəlib, vergül olmayacaq. D variantında oya hansı sualı verə bilirik? O uşağı mən də görmüşəm. Hansı uşağı? O uşağı getdi. Deməli, o kitab oxumağı çox sevir. Cavab olacaq nə? D variantı. Belə. Sonra hansı sözdə nöqtələrin yerinə ə hərfi yazılmalıdır? Şahzadə şah sözündən, fədakar, xəcalət, təvazökar, həşərat. Təbii ki, hansı variantdır? Bu C variantıdır. Əlimizdə olan sual kitabçası bu şəkildədir. Üzrlü sayın buna görə. Sonra hadisəni ardıcıl şəkildə baş vermiş tabisiz mürəkkəb cümləni seçin. İşıqlar gözlənilmədən söndü, ona görə paltarları ütüləyə bilmədim. Bu ardıcıllıq əlaqəsi deyil. Həm Nizami Gəncəvi, həm Məhəmməd Füzuli Leyli və Məcnun poemalarını yazmışdır. Ümumiyyətlə, burada mürəkkəb cümlə yoxdur. İşdən yorğun şəkildə gəlsəm də yatmaq istəmirdim. Bu tabeli mürəkkəb cümlədir. Uşaq bütün suallara cavablandırdı. Vərəqi təhvil verdi. Burada ardıcıllığa bənzəyir, amma ardıcıllıq deyil. Çünki cavablandırdı uşaq,
təhvil verdi uşaq. Bu sadə cümlədir. Pərdə açıldı, sonra gözlədiyimiz tamaşa başladı. Başladı nə? Tamaşa. Açıldı nə? Pərdə. Ardıcıldır və mürəkkəbdə cümlədir. Cavab olacaq Y variantı. Sadə cümləni göstərin. Uzaqdan tanıdım. Gələn Polad idi. Futbol oynamağa getsək səni də çağıracaq. Bu mürəkkəb cümlədir. Sonra gün çıxmışdı, çıxan gündür. Hava isə soyuq idi, soyuq olan havadır. Onun atası həkim idi, həkim idi anası. Atası mühəndis idi, anası mürəkkəb cümlədir. Nənəm hər il səməni cücərdir, hamımıza pay verir. Deməli, nənəm hər il səmənini cücərdir. Cücərdir nənəm, pay verir yenə nənəm. Cavab olacaq Y variantı. Çünki həmcins xəbərli sadə cümlədir. Daha sonra əsərin geniş təhlili ifadəsində altına xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Burada geniş təhlili, yəni ətraflı mənasındadır. Məcazi mənada cavab olacaq B variantı. Xəbəri feilli ifadə edilmiş cümləni göstərin. Ayağı altındadır. Bu feil deyil, qazanc feil deyil, yaraşıq deyil, nişanə deyil, amma qocaldır, feildir. Cavab olar Y variantı. Qrammatika ilə bağlı bitdi suallar. İndi mətnimizdən tanış olacaq. Oxuyub anlama ilə bağlı Əhməd Hüseyn adlı bir mətindir və bununla da 15-22-ci sualları məhz bu mətn əsasında cavablayacaq. Gəlin keçək mətnimizə. Əhməd Hüseyn adlı dünya görmüş bir şəxs var idi. Onun insanların fikri oxuması, onların gizli sirlərini agah olması barədə şairlər dolaşırdı. Bu xəbər sultana da çatır. O düşünür ki, belə bacarıqlı insanlar sarayda olmalıdırlar. O, Əhməd Hüseynin bu bacarığını sınamaq, şairlərin həqiqətə uyğun olub-olmadığını öyrənmək istəyir və onu saraya dəvət edir. Ancaq Əhməd Hüseyn sultanın xahişini yerə salır, saraya getməkdən imtina edir. Bir dəfə sultan bəhanə ilə Əhməd Hüseyni saraya gətirir, sarayın bağçasında gəzən bir kişini göstərərək soruşur. Əhməd Hüseyn, səncə o adamın peşəsi nədir? Bənnadır, ustadır. Bəs adı nədir? Əhməd. Səncə bugün o nə yeyib? Təzəcə şirin bir şey yeyib. Sultan təəccüblənir və deyir. Ey tayı bərabəri olmayan fərasətli insan, sən bacarığını gizlətməyə çalışsan da, gec-tez o üzə çıxdı. Əgər mən sənin bu istedadını açıb xalqa söyləsəm, insanlar sənin müqəddəsliyini inanarlar. Axı, niyə özünü bu qədər sadə bir insan kimi aparırsan? Əhməd Hüseyn dərhal cavab verdi. Sultanım, mən doğrudan da qeyri-adi bir iş görmürəm. Axı, elə indicə öz məharətini göstərdin. Nəyi göstərdim ki? Tanımadığım şəxs haqqında bütün sualları dəqiq cavabını tapdım. Bu qeyri-adi bacarıq deyilmi? Xeyr, dəyərli sultanım, burada çətin heç nə yoxdur. Siz məni adımla çağıranda o adam da dönüb sizə baxdı və onun adaşı olduğunu anladım. Onun usta olması əllərinin qabarından, döyənəyindən bəlli idi. Başına yığışan arılar isə təzəcə şirniyyat yediyini anlamaq çox asan idi. Deməli deyir ki, 15-ci sualda hansı fikir mətnin məzmununa uyğun deyil? Əhməd Hüseyn sultanın verdiyi hər üç suala cavab verir. Bəli. Usta Əhməd zəhmətkeş idi. Bəli. Əhməd Hüseyn qeyri-adi bacarığa sahib olduğunu sübut edir. Qeyri-adi bacarığı fövqəladə təbii bir qüvvəsi ilə bağlı deyildi. Sadəcə olaraq belə deyək də, daha diqqətli olmasındaydı. Seyid Hüseyn Bənna Əhmədi 2 dəfə görürdü. Bəli, Əhməd Hüseyn təkəbbürlü lovğa deyildi. Bəli, deməli cavab olacaq C variantı. Üzərində rəqəm yazılmış hansı sözlər yerinə görə məcazi mənada işlənmişdir? Mətnimizə qaydırıq. Deməli, burada fikir oxuması, bax bu məcazi mənadadır. Xahişini yerə salır, 2 məcazi mənadadır. Daha sonra xalqa söyləmək həqiqi mənadadır. Özünü
sadə bir insan kimi aparırsan, deməli 1, 2, 4-ü götürə bilərik. Digərlərinə baxaq. Adam da dönüb bu həqiqi mənadadır. Belə. Deməli cavab olacaq nə? 1, 2, 4. Yəni B variantı. Eyler-Venn diaqramına doğru fikirləri müəyyən edin. Əhməd, Hüseyn və Sultan. İşgüzardır. Əhməd, Hüseyn deməli işgüzardır. Əhməd, Hüseyn yox. Amma oradakı ümumiyyətlə bununla bağlı məlumat yoxdur. Amma digər Əhməd işgüzar idi. Məntiqlidir. 2-ni götürə bilərik. Saray nümayəndəsi idi Sultan. Bunu ortaya yazmaq düzgün deyil. Həqiqət axtarırdı Sultan. Çünki yoxlamaq istəyirdi. Qeyri-adi bacarığa sahib idi. Deyilənə görə Əhməd Hüseyn. Deməli 2 və 4. Yəni D variantı olacaq. 18-ci suala baxırıq. Mətnə əsasən uyğunluğu müəyyən edin. Giriş əsas nəticədir. Burada variantlar veribdir. Biz hansının giriş, hansının əsas, hansının isə nəticəyə aid olduğunu biz seçməliyik. Deməli, burada necədir vəziyyət? Deyir ki, Sultanın Əhməd Hüseyni saraya dəvət etməsi bu giriş hissədədir. Yəni biz A-nı 1-ə yaza bilərik. Sonra Sultanın Əhməd Hüseyni sınağa çəkməsi bu artıq əsas hissədə idi. Bunu əsasa yazırıq. Əhməd Hüseyn haqqında olan şayələr bu mətnin giriş hissəsində idi. Əhməd Hüseynin şayələrə aydınlıq gətirməsi bu nəticə hissəsində idi. Əhməd Hüseynin saraya gəlməsi bu isə deməli əsas hissədə idi. 1-ə A, C, 2-yə B, 3-də isə D variantı olacaq. Yəni cavab D-dir. Əhməd Hüseynin hansı fikirlə nitqini tamamlaya bilər? İnsan ən çox səhvlərdən öyrənər. Yox. Güclü müşahidə qabiliyyəti və diqqət insanların həyatını, onların fikirlərini öyrənməyə imkan verir. Bəli. Çünki Əhməd Hüseynin bildirir ki, yəni diqqətli olmağı sayəsində bunları müəyyən edə bilir. Hər kəs görünüşünə, geyiminə görə diqqət verməlidir. Xeyr. Vaxtında görülməyən iş həmişə yarımçıq qalar. Xeyr. Şirinlik ilanı yuvasından çıxardar. Bu da deyil. Cavab olar B variantı. Mətnin giriş hissəsində işlənmiş dolaşmaq sözü kontekstə görə hansı mənada işlənmişdir? Gəlin dolaşmaq sözünə baxaq. Şayələr dolaşırdı. Bax, budur burada. Deyir ki, onun fikirləri oxuması, onların gizli sirlərindən agah olması barədə şayələr dolaşırdı. Şayələr dolaşırdı, yayılırdı, dildən dilə düşmək mənasındadır. Dolanmaq, sarılmaq mənası deyil, sataşmaq mənası deyil, çaşmaq mənası deyil, dolaşıb düşmək, qarışmaq mənası da deyil. Cavab olar A variantı. Mətndə altından xətt çəkilmiş sözün düzgün izahını müəyyən edin. Burada altından xətt çəkilibdir adaş sözü. Adaş sözü isə adları eyni olan adamlar mənasındadır. Cavab olar B variantı. Eyni həyat tərzi sürən deyil, adları məşhur olan şəxs deyil, üz cizgilərinə bir-birinə oxşayan adam deyil, eyni vaxtda tarixdə doğulan insanlar da deyil. Sultanın Əhməd Hüseyni saraya dəvət etməkdə məqsədi nə idi? Ən az 2 fikir bildirin. Məqsədi o idi ki, o düşünürdü ki, belə ağıllı adamlar mütləq ki, sarayda olmalıdır və həm də onun düzgünlüyünü, nə dərəcədə doğru olub olmadığını müəyyənləşdirmək istəyirdi. Yəni bu tipli fikirlər yaza bilərsiniz. 23-30 saylı tapşırıqları yerinə yetirmək üçün möhtəşəm, deməli, nədir bunun adı? Morakot daşlarını adlı mətnini oxuyuruq. Yeni Zelandiyanın unikal təbiət möcüzələrindən biri Morakot daşlarıdır. Bu daşlar turistlərin, fotoqraflarının və tədqiqatçıların diqqət mərkəzindədir. Belə ki, gün batarkən onların çox qəribə və heyrətamiz görünüşü olur. Məhz bu daşlar kiçik kənd və Maurini məşhurlaşdırılıb. İndi dünyanın müxtəlif yerlərindən insanlar bu daşlara görə Mauriyə gəlir və onları seyr edir, toxunur, şəklini çəkirlər. Bu qeyri-adi dairəvi daşlar ölkənin cənub sahillərində olan
Koeko çimərliyində yerləşir. Bunlar sanki insanın əli ilə yaradılıb. Hər biri mükəmməl dairəvi formaya malikdir. Daşların diametri 0,5 metrdən 3 metrədək dəyişir. Çəkisi isə 10 tona qədər olur. Daşların səthində tısbağa çanağını xatırladan çatlar və naxışlar onları daha da cəlbedici edir. Alimlərin fikrincə, Moraki daşları geoloji kürələrdir və milyon illər ərzində formalaşmışdır. Əvvəlcə daşların mərkəzində bərk nüvə əmələ gəlmiş, həmin nüvənin ətrafında suda həll olmuş minerallar çöküntü təbəqəsi yaratmışdır. Zaman keçdikcə həmin çöküntü təbəqəsi kristallaşmış və cilalanaraq iri həcmli dairəvi şəkil almışdır. Bu daşların yaşı təxminən 60 milyon il hesab edilir. Desəm, belə yazılıb burada. Maraki daşları təkcə geoloji deyil, həm də mədəni əhəmiyyət daşıyır. Yerli xalqın əfsanələrinə görə bu daşlar vaxtilə dənizin dərinliyində itmiş qədim Aratero qayığının qalıqlarıdır. Güya Aratero qayığı yoxa çıxanda həmin vaxt balıq tutmaq üçün olan səbətlər, digər əşyalar daşlaşıb. Bəzənsə onun əfsanəvi qayıqdan yerə tökülən kartof olduğuna inanırlar. Hətta bu daşların dinozavr yumurtası olduğunu söyləyənlər də var. Bir sözlə, bu daşlarla bağlı yaranmış fərziyyələr, əfsanələr Yeni Zelandiya mədəniyyətində xüsusi yer tutur. Deyir ki, 23-cü sualda hansı fikir Moraki daşının mədəni əhəmiyyətini göstərir? Unikal təbiət möcüzəsidir. Əfsanələrlə xalqın qədim inancını yaşadır. Geologiyanın tədqiqat predmetidir. Digər ölkələrlə ticarət əlaqələri yaratmağa səbəb olmuşdur. Elm adamlarının marağını cəlb etmişdir. Sualda deyir ki, Moraki daşlarının mədəni əhəmiyyəti göstərilir. Deməli, bununla bağlı mətndə nə deyir? Moraki daşları təkcə geoloji deyil, həm də mədəni əhəmiyyət daşıyır. Yerli xalqın əfsanələrinə görə bu daşlar vaxtilə dənizin dərində itmiş Aratero qayığının qalıqlarıdır. Deməli, əfsanələrində xalqın inanclarını yaşadır ona görə. Cavab olacaq B variantı. Hansı cümlə mətnin üslubuna uyğundur? Mətn publisistik üslubdadır. B variantında rəsmi işgüzar üslubdandır. Çünki maddədən, konstitusiya maddəsindən gətirilibdir. Daş kimi yatıb qalmış, burada məcazilik var. Bədii üslubdur. Ay bala, səni Bar xanım, niyə özündən bu qədər razıdır? Bu dialoqdur. Dialoqdursa biz buna məişət deyirik. Daş qəbli insanları neylərdir ilahi? Burada məcazilik var və bədii üslubdur. Təbii ki, cavab olacaq A variantı. Ağdam rayonunda erkən orta əsrlərə aid daş heykəllər tapılmışdır. 25. Hansı cümlədə altından xətt çəkilmiş söz mətndə işlənmiş unikal sözünü əvəz edə bilər? Deməli, gəlin burada bir unikal sözünün hansı mənada işləndiyinə baxaq. Buraları silək. Daha rahat şəkildə görə bilək. Burada unikal sözü hardadır? Altına xətt çəkilmiş. Hələ ki görə bilmirəm. İlk cümlədə Yeni Zelandiyanın unikal, bax bunu deyir. Unikal təbiət möcüzələrindən biri Moraki daşıdır. Deməli, burada unikal musiqi mədəniyyəti arasında körpü universal, yox bu mənada deyil. Qabaqcıl mədəniyyət işçiləri yox. Şeyx Səfi xalça sənət əsəri kimi nadir təkrarsızdır. Bəli, bunu götürə bilərik. Unikal tayı bərabəri olmayan deməkdir. Sevimli mənasında deyil, təkrar mənasında da deyil. Deməli, cavab olacaq C variantı. 26-ya baxırıq. Mətndə daşların hansı xüsusiyyəti öz əksini tapmayıb? Mətndə deməli bunun çəkisi ilə bağlı 10 tona qədər olduğu göstərilir. Deməli, diametri var 0,5 metrdən 3 metrə qədər. Sonra burada onun forması da var. O deyir ki, tısbağa
daha doğrusu dairəvi formaya malikdir. Bundan bağlı da var. Yaşı haqqında da var. Amma rəngi haqqında məlumat yoxdur. Cavab olacaq D variantı. Hansı sualın cavabı mətndə yoxdur? Daşların unikal dairəvi forma almasının səbəbi nədir? Moirədəki daşları harada yerləşir? Daşların ölçüsü nədir? Daşlarla bağlı hansı fərziyyələr var? Turistlərin sayı nə qədərdir? Deməli, bax, daşlar harda yerləşir, ölçüsüdür, fərziyyələrdir. Bu barədə mətnlə bağlı göründüyü kimi də məlumat var. Burada A-nın Y-nin arasında qala bilərsiniz. Burada turistlərin deməli gəlməsi haqqında məlumat var, amma nə qədər turistin gəlməsi haqqında məlumat yoxdur. Ona görə cavab olar Y variantı. Sonra mətnin giriş hissəsinə aid olan plan bəndlərini müəyyən edin. Çöküntülərinin yaranmış geoloji kürələr, gün batarkən daşların heyrətamiz görünüşü. Mətnin giriş hissəsi ümumiyyətlə bu ilk abzasdır. Gəlin buranı bir daha oxuyaq. Yeni Zelandiya unikal təbiət möcüzələrindən biri Maoraki daşıdır. Bu daşlar turistlərin, fotoqrafların və tədqiqatçıların diqqət mərkəzindədir. Gün batarkən çox qəribə heyrətamiz görünüşü olur. Məhz bu daşlar kiçik kənd və Maoremi kimi məşhurlaşıbdır. İndi dünyanın müxtəlif yerlərində insanlar bu daşlara görə Maoriyə gəlir, onları seyr edir, toxunur, şəkil çəkdirirlər. Deməli, burada Ariyetur bu yoxdur. Turistlərin diqqət mərkəzindəki kənd, bunu götürə bilərik. Bir də gün batarkən, deməli, gün batarkən olan, bunu götürə bilərik də. 2-ni, bir də 4-ü götürə bilərik. Cavab olar A variantıdır. Klasteri tamamlayan fikri seçin. Maoraki daşları çimərlik ərazisində yerləşir. Klasterin ilk xanasındakı fikir doğrudur deyə digərlərində də doğruları seçməliyik. Üzərində qeyri-adi naxışlar var, bəli. Sonra heykəltaraşlar tərəfindən yaradılıb, xeyr. Qədim daşların əşyalar təmsil edir. Qədim daşlaşmış əşyaları təmsil edir. Avropalılar tərəfindən bura gətirilib, yox. Dağlıq ərazidə yerləşir, yox. Bir də burada nəyi götürəcəyik? 3-ü götürəcəyik. 1, 3. Cavab olar C variantı. Səbəb-nəticə əlaqəsinə əsasən cədvəli tamamlayın. Cədvəllərimiz olmadığına görə barədə dəqiq məlumat təsviflər olsun ki, deyə bilməyəcəyik. Belə abituriyentlər, mən sizə bugünkü keçirilən imtahanın düzgün izahlarını təqdim elədim. Hər birinizə uğurlar.